Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştağanın tam mərkəzi, parka yaxın və 187 nömrəli məktəbə tam bir yaxın bir yerdə və qapısına qədər asfalt 3 sot yarım torpaq sahəsinin üzərində belə bir həyət evimiz çıxıb. Allah iqsim malına mülkünə bərəkət versin. Evin torpağının çıxarışı var. Paket qupçadır. Həm qeydiyyat eşitmək olur, həm ipoteka üçün də yararlıdır. İlkin olaraq qiymət 68.000 manat. Reallıq olası ev sahibi tərəfindən endirim olunacaq. Giriş hissəsini sizlərə təqdim edir. Həyətə rahatlıqla maşın daxil olur və evin qabaq hissəsində işıqlandırması və hətta divarların özündə belə sağ və üzbəyiz hissələrdə hər bir tərəfdən işıqlandırması qoyulub. Və burada da əlavə bəlkə olar bir sotdan artıq torpaq sahəsi var və evin arxa tərəfinə də rahat bir şəkildə keçid etmək olur. Bir nə sizə zəhmət verib, buradan da belə izləyicilərimizi tam şəkildə göstərək, izləsinlər. Fikir verin. Evin arxası və giriş hissəsində göstər və daxil olaq evin içərisini təqdimatını. Onu da nəzərinizə çatdıraq ki, 4 otaq bir mətbəxdən ibarətdir. Qoşadaşdır, yəni tək daş deyil. Hətta 60-lıq, 40-lıq divarlardır. O belə bir zal hissəsi burada var. Sonra yataq otaqlarını göstərək. Böyük yataq otaqlardır, kiçik deyil. Burada mətbəx hissəsi nəzərdə tutulub. Mətbəxini təqdim edək. Bu hissədə isə sanitariya hissəsidir. Sanitariya hissəsini təqdim edək. Kombili, yəni radiatordur. İstilik. Və buradan keçid edək digər otaqların təqdimatına inşallah. Burada da belə bir zalı var. Demək, 2 zaldır, 2 yataq otağıdır, bir mətbəx və bir sanitariya. Yataq otağını da təqdim edək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştağanın tam mərkəzindədir. 187 nömrəli məktəb və parka tam yaxın bir ərazidə qapısına qədər asfalt bütün marşrutlara yaxındır. 3 sot yarım torpaq sahəsinin üzərində inşa edilib. Evin torpağının çıxarışı var, paket qupçadır. 2 zal, 2 yataq, bir mətbəx, bir sanitariyadan ibarətdir. Qiymət 68.000 manatdır. Reallıq olası ev sahibi tərəfindən endirim olunacaq. Səhifəmizi izlədiyiniz üçün Məştağanın əməkdaşları və rəhbərlərinə sizlərə dərin təşəkkürümüzü bildiririk.